Məsələn, fizika müəllimi olmaq istəyirlər. Fizik. Baxır YouTube-da sənədli filmə, məsələn, Brian Cox və ya Michio Kaku. Ağ saçlar, gözəl geyim, arxada gözəl bir ekip çalışması var. Adam sənədli film çəkib, baxırsan ki, Michio Kaku Jupiterin üstündədir. Onu eləyənmərəm mən burada məsələn. Mənim elə bir dizayn qabiliyyətim yoxdur. Baxır, deyir ayda, mən də gedib fizika fakültəsində oxusam, işcə ilə Michio Kaku kimiyəm, professor, doktor, magistr oxudum, aspirantur oxudum. Olsun, yer deyil. Mən də gedəcəm, duracam belə bir səhnənin qabağında, deyəcəm ki, paralel evlənlər falan. Gedir birinci kursa qəbul olur. Müəllim girir lövhəyə, yazır. Riyazi analiz. Newton Leibniz düsturu. Ora yazır rol teoremi, ora yazır integral, ora yazır törəmə, ora yazır limit, ora yazır Newton qanunları, ora yazır diferensial tənlik. Axı deyir, YouTube-da bu belə deyildi. O populyar idi çünki. Mən deyirəm ki, akademik bilgilər hər zaman populyara qalib gəlib.